iyun uşaqların beynəlxalq müdafiəsi günü hamı övladlarını gəzməyə apardı. Mən də serial çəkilişindən çıxdım və üst tutdum Sumqayıt bulvarına. Sumqayıtdakı attraksionlar Bakı ilə müqayisədə ucuz olur. 1 manatdan baha olmur. Bəzən 50 qəpik də olur. Ancaq dünən bilmədim ki, uşaqların yoxsa cibinizin müdafiəsi günü idi. Yeni Sabah az məlumat verir. Bu sözləri aparıcı Mətanət Əlverdiyeва Xəzər axşamı verilişində bildirib. O, keçən gün attraksionların 1 manatdan 3-5 manata qaldırılmasından şikayət edib. Ayıb olsun, kiminsə adına istifadə etməyin. Hamısına da şamil etmir. Elə işbazları var idi ki, uşaqların sıxlığını yox, ciblərinin sıxlığını tənzimləmək istəyirdi. Bir evdən 4-5 uşaq gəlir. Qiyməti 1 manatdan 3 el, 5 manata qaldırmaq nə deməkdir? Ayıb olsun, soruşuram ki, sizə kim ixtiyar verib qiymətə qaldırasınız? Cavab verirlər ki, yuxarıda. Kiminsə adından istifadə etməyin. İnanmıram ki, Sumqayıt şəhər icra hakimiyyəti sizə belə göstəriş versin. Əgər belə şey olsaydı, hamısının qiyməti qalxardı. Uşaqlardan istifadə etməyin. Bakıda ən yaxşı attraksionlar pulsuz olub. Ayıb olsun sizə, heç gözləməzdim.